Tez-tez şəxsi baxımlarda bu sualları verirsiniz. Hazırda enerji təmizliyi, meditasiya, nə bilim, professionallara müraciət etmirsənsə, gəl baxaq, hazırda üzərində hansısa bir təmizlik prosesi baş veribmi və ya özün bu işlə məşğul olsan, hərədə bir cürdür. Özünü dualarla və ya hərə bir yolla necəsə təmizləyə bilir. Gəl baxaq, hazırda fikrində tutduğun, hazırda etdiyin təmizlik fikrində tutduğun yox. Hazırda həqiqətən də elədiyin, etdirdiyin təmizliyin təsiri varmı sənə? Əlbəttə ki, var. Etdiyin təmizliyin maksimum təsiri var və həyatında, belə deyim də, mübarizələrin qarşısını alacaq bir təmizlikdir. Yəni, həyatında münasibətlə əlaqədarmı deyim, işlə əlaqədarmı deyim, yol bağlılığı var idi. Hansısa bir bağlılıq, hansısa bir mane, hansısa bir əngəl var idi. Onlar elə bil ki, bir su axıb üstündən getdiyi kimi təmizlənib gedəcək. Bəziləriniz burada torpaqla əlaqədar iş görürsünüz, bəziləriniz burada su ilə əlaqədar rituallar, hər nədirsə, bu təmizliyiniz tam da sənin istədiyin kimi baş verəcək. Həqiqətən də bundan rahat ola bilərsən. Çünki təmizlik gedir. Baxın, bu təmizlik hansı sahələrə toxunacaq sənin üçün? Hansı yenilik gətirəcək həyatına? Bu təmizlik həyatına hansı yenilik gətirəcək? Maddiyyatla əlaqədar güclənəcəksən. Maddiyyatın güclənir. Sırf maddiyyat, stabillik, enerji, zaşita da var burada. Bütün sahələrdə istədiyin bir zirvəni geri alırsan. Qazanırsan, yox geri alırsan. Çünki səndən uğurlanmışdı ətrafındakı insanlardanmı, hansısa bir negativ enerjilərlənmi, nəfsnənmi, hər nə ilənsə sənin əslində layiq olduğun o zirvə sənə geri qayıdır. Yəni, təkrardan, yəni sən bunu qazanmırsan, əslində bu sənin taleyində, qismətində var idi. Hansısa bir səbəblərdən səndən alınmışdı, səndən getmişdi. O zirvəyə təkrardan geri qayıdırsan. Gəl baxaq. Bu təmizlikdən sonra həyatında istədiyin kimi olacaqmı? Həyatında istədiyin kimi olacaqmı hər bir şey? Bu təmizlik sənə böyük bir dağılış gətirir. Çünki heç bir təmizlik sakitliklə baş vermir, bunu bilirsiniz. Heç bir dəyişimlik uçmadan baş vermir, yəni belə deyim, bir ev alırsan, sən daha yüksək bir ev istəyirsən, amma o torpaqda alçaq bir ev varsa, o evi dağıtmadan sən istədiyin zövqünə uyğun birini qura bilmərsən. Ona görə də bir dağılış baş verəcək. Bu dağılış həyatının köhnə düzəni, köhnə sistemi, köhnə, yəni bu negativlərlə yaranan bütün köhnə sistemlər dağılır və istədiyin bir yüksəlişə çatacaqsan. Gəl baxaq. Bu dəyişiklik bu ilin sonuna kimi baş verəcəkmi? Bəli, bu dəyişiklik 5 vaxt ərzində, 5 gün, 5 həftə, 5 ay ərzində baş verəcək və sən tam huzura qovuşacaqsan. Bu qədər. Bundan əlavə, yəni istəmirəm negativ bir kart çıxsın və yaxud da hər neysə, amma bir məsləhət, hazırki durumda hansı addım atmalısan? Kartlar sənə nə məsləhət verir? Gəl buna da baxaq. Hazırki durumda, hazırki vəziyyətdə bu yola doğru getmək üçün hansı addım atmalısan? Hansı addım atmalısan? Gözünü aç. Səni geri çəkən yollardan uzaqlaş. Özünə dəyər verməlisən. Bax, özünün dəyərini itirdiyini gördüyün yollardan uzaq durmalısan. Yəni, artıq sən istəsən də istəməsən də bu yola gedirsən, sadəcə olaraq rahat olmalısan. Əmin enerjilərdə olmalısan. Tamam, bu yola keçmək üçün hansı addım atmalısan? Yenə baxaq. Askıda qalmış bir durumum var burada. Bəzilərinizdə işlə əlaqədardır, bəzilərinizdə münasibətlə əlaqədardır. Askıda qalmış bir məsələni bitirməlisən. Askıda qalıbdır. Bilirsən ki, bitməlidir, bilirsən ki, yol verməlisən, bilirsən ki, uzaqlaşmalısan. O şeylərdən rahatlıqla özün uzaqlaşmalısan. Yəni, əlindən uçub gedən, əlindən çıxıb gedən bir şeyi məcburi saxlamamalısan. Qəbullanaraq həyatına davam etməlisən. Çünki əsl yolun irəlidədir və əsl yolun sənin yeni bir başlanğıcın var və bu başlanğıc sənin üçün tam qorumada olduğun bir başlanğıcdır. Taleyin, qismətin geri qayıdır. Sənin olan sənə geri qayıdır. Bunu biləsən.
aldım, qəbul etdim yaz. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.